Bugün ölkədə həyata keçirilən sosial siyasət nəticəsində Azərbaycan əhalisinin bütün təbəqələri qayğı ilə əhatə olunub. Bu qayğı və diqqət özünü qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial məsələlərin həllində daha aydın bir üzə verir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında dövlət başçısının fərmanına dəyişiklik, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür. Fərmana əsasən, məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclaşma mümkün olmadığı halda kommunal xidmətlərə görə ödənişlər köhnə mərkəzləşdirilmiş qayda ilə müəyyən olunan limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq. Həmin kontingent 1 fevral 2017-ci il tarixdən köhnə qayda ilə 20 manat müavinət alacaq. Baş nazirin müavini, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fərmanın birinci bəndini belə izah etdi. Fərmanın demək 1-2-nin 1-1 bəndində bir bəndinin mahiyyəti nədən ibarətdir? Demək ki, fərdi qaydada sayğacların quraşdırılması texniki baxımdan, texniki cəhətdən quraşdırılması mümkün olmayan yerlərdə ancaq orada qaz da var, elektrik enerjisi də var, su da var. Sadəcə olaraq onlar texniki baxımdan elə bir vəziyyətdədir ki, ora bugün, sabah texniki baxımdan, istismar baxımdan sayğac quraşdırmaq qeyri-mümkündür. Bu obyektlərdə ödəniş həm elektrik enerjisinə, həm qaza, həm də suya görə yanvar ayının 1-dən əvvəlki qaydada, mərkəzləşmiş qaydada Dövlət Qaçqınlar Komitəsi tərəfindən və əvvəlki normaya, limitə uyğun olaraq ödəniləcəkdir. Mən bunu bir daha izah edirəm. O obyektlərdə ki, söhbət gedir kompakt məskunlaşma obyektlərindən, söhbət gedir yataqxanalardan, pansionatlardan, yarımçıq tikillərdən harada kompakt yaşayıblar. Fərmanın növbəti bəndi ilə bağlı məlumat verən Əli Həsənov dedi ki, söhbət məcburi köçkünlərin kompakt məskunlaşdığı qaz olmayan obyektlərdən gedir. Nazirlər Kabineti 3 gün ərzində limitləri müəyyənləşdirəcək və 15 gün ərzində qazlaşma proqramını və Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün dövlət başçısına təqdim edəcək. Elektrik enerjisinə görə limit müəyyənləşəcək və o limit də yenə Dövlət Qaçqınlar Komitəsi tərəfindən mərkəzləşmiş qaydada həmin müəyyən olunmuş limit çərçivəsində ödəniləcəkdir Azər İşıq Təşkilatına. Su, qaz isə həmin obyektlərdə yenə əvvəlki normalara uyğun mərkəzləşmiş qaydada ödəniləcəkdir. Yalnız burada dəyişəcək elektrik enerjisinə ödəniş. Çünki orada qaz yoxdur. Yəni tam sərfiyyat olur. İndi bu işi başa çatdırmaq üçün burada çox ciddi işləməlidir Dövlət Qaçqınlar Komitəsi, yerli icra hakimiyyət orqanları, hansı ki bu obyektlər orada var, işğal altında olan icra hakimiyyətləri və kommunal xidmət təşkilatları, Azər İşıq, Azəriqaz, Azər Su. Dəyişikliyə əsasən qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq. Əli Həsənov vurğuladı ki, bu qəbildən olan insanların kompakt yaşadıkları obyektlərin sayı, ünvanı, adı və orada yaşayan əhalinin ümumi sayı var. Ancaq əvvəlki qaydada 20 manat ödəmək üçün çox qısa müddətdə müvafiq qurumlar komitəyə adlı siyahılar təqdim etməlidir. Əli Həsənov bugün imzalanan fərmanın zəruriliyindən də danışdı. Heç kəs də başqa bir formalaşmasın ki, nə üçün 20 gündən sonra, bunu bir daha təkrar edirəm, fərmanda dəyişiklik oldu. Bu dəyişiklik olacağı bilinirdi. Dekabr ayında ölkə rəhbərlərinə bu tapşırıq verilmişdi bizə ki, yanvar ayında monitorinq aparın, harada qaz yoxdur, elektrik, su, qaz var, ancaq sayğac olmaq mümkün deyil. Və xüsusən qaz olmayan yerlərdə. Orada monitorinq aparıldı, sərfiyyat müəyyənləşdi, biz artıq bilirik bir adam nə qədər sərf edib yanvar ayda və ailə nə qədər sərf edib. Cənab Prezident bunu qabaqcadan bilirdi, məsələn, burada biraz sərfiyyat başqa cür olacaq. Ona görə bunu ehtiyat kimi saxladı, tapşırıq verdi, monitorinq elətdirdi, yoxlatdırdı bir daha və yenidən bir addım atdı məcburi köçkünlərə qarşı. Mən fürsətdən istifadə edərək bütün məcburi köçkünlər adından ölkə prezidenti möhtərəm cənab İlham Əliyevə onların dərin hörmət və ehtiramını bir daha sizin vasitənizlə, kanalınız vasitəsilə çatdırıram.
Dövlət başçısının yeni imzaladığı fərmanla bağlı bu qəbildən olan insanlarda hər hansı bir sual yaranarsa, onlar qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ekranda gördükləri nömrələri ilə əlaqə saxlaya bilərlər.